İctimai münasibətlərdə belə biri ilə rəqibsən, qəbul eləmirsən fikrini, çox yaxşı. Amma hər alçaq vasitədən istifadə edib onu əzmə, özünə yaraşdırma, kişiliyinə, mənliyinə yaraşdırma. Hər hansı vasitə ilə yaşayasan ki, tək mənim sözüm qəbul edilsin, iftira yaxasan, yalan deyəsən, bu insan kişiliyinə, mərdliyinə, şəxsiyyətinə yaraşmayan yanaşma tərzidir. Din bu şəxsiyyətin sərhəddinin keşiyində dayanır. İnsana şəxsiyyət verir. Yoxsa ki, ancaq deyəsən cəhənnəmdə yanacaqsan ki, bu nədənsə zəhmətlə çəkinsin hələ. Nədənsə imtina eləsin. İynə üstündə oturub gözü qalıb haramda bir dənə qorxduğu budur ki, bu cəhənnəmi götürərdilər, gedib onu. Abi, sənin insanlığın, sənin qiymətin, dəyərin bu harda qaldı?